Hörmətli izləyicilər, kanala abunə olub bəyəni etməyi unutmayın. Xəbər az təqdim edir. Qurban Bayramına görə pensiya ödənişləri üçün geri sayım başlayıb. Bakı Post.net-yə istinadən xəbər verir ki, dini günlər İslam təqvimi ilə hesablandığı üçün hər il Qriqoryan təqvimində müxtəlif günlərə düşür. Qurban Bayramı bu il iyunun 6-da başlayıb, iyunun 9-da başa çatacaq. Bu il Türkiyədə pensiya ödənişlərinin iyunun 2-dən başlanaraq köçürüləcəyi gözlənilir. Onu da qeyd edək ki, bayram bonuslarından yalnız əsaslı keçi, bakur və əmək pensiya təqaüdçüləri faydalanır, çempion idmançılar, dul və yetim pensiyası alanlar, yaşa görə pensiya alanlar, şəhid qohumları, veteranlar və bir çox digər müavinət alanlar mükafat ala bilərlər. Eyni zamanda 2025-ci ildə təxminən 16 milyon insanın Qurban Bayramı bonuslarından yararlanacağı gözlənilir. Təqaüd bayramı mükafatı 4.000 lira olaraq hesablara köçəcək.